Mən Quluzadə Vüqar, uşaq saç stilistiyəm. Bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Vüqar bəy, TikTok sosial şəbəkəsində travma haqqında olan müsahibəniz böyük kütlə tərəfindən qınaq obyektinə çevrildi. Siz nə demək istəyirsiniz bu haqda? Yəni mən orada yazılan kommentariyaların hər birini oxudum və cavablandırdım. Yəni yazırlar ki, bizim dövrümüzdə belə bir şeylər yox idi. Nə travma, məhəlləmizdə falan dayı var idi. Qalan saçını belə kəsirdi. Yəni onu demək istəyirəm ki, yəni 21-ci əsrdəyik. Normal bir şeydir. Yəni bu uşaq salona aparmaq da ki, mütləqdir. Uşağı böyük yerinə, böyük uşaq yerinə əlbəttə ki, yəni gətirə bilmərik. Ən böyük travmadır, yenə deyirəm, qlobal bir travma. Səmimi sual verəcəm Vüqar bəy. Endirim istəyən müştəriyə cavabınız necə olur? Əgər imkanı yoxdursa, endirim yox. Pulsuz saç kəsimi eləyərəm, amma yəni endirim eləməyin də heç bir adı yoxdur da. Çünki bu işin əziyyəti yəni göz qabağındadır. Yenə deyirəm, imkanı yoxdur. Yəni bir kəlməyə və yaxud zəngdə SMS-də yazsa ki, bu qədər məbləğə gücümüz çatır. Mən deyərəm ki, yəni gəlin pulsuz kəsim eləyək. Yəni bunu səmimi qəlbdən deyirəm. Daimi müştəri yoxsa yeni müştəri ilə işləmək zövqlüdür? Daimi müştərilər müştəri sayılmır, ən yaxın dostlar sayılır. Yeni müştəridəki yəni zamanla daimiyə çevrilir və ən əsasda dostumuz olur. Sizdə bron mütləqdir. Niyə məhz bron? Müştəri güvənsizliyi ya müştəri rahatlığı? Əlbəttə ki, bron mütləqdir. Yəni hər bir sahədə bron olmaq çox gözəldir. Yəni ən böyük də müştəri rahatlığıdır. Yəni gəlib dəyərli vaxtını itirmir də salonda. Sizinlə travmaya son dəyən valideynlər daimi sizi seçir, ya uşaq saç kəsimini artıq rahat keçirir deyə düşünüb başqa salona gedirlər? Bəzən elə vaxt o ki, düzdür, müştəri xəyanəti olur. Yəni bu danılmaz bir faktdır. Yəni bir dəfə gəlib fiziovüqarın yanında uşaq ağlamadsa, deməli başqa salonda da ağlamayacaq. Yox, gedir əksinə. Daha da orada ən böyük travma təzədən yaşayır. Geri dönüşdə bir də mənim yanında ucu başlayır ağlamağa. Niyə? Çünki travma yadında qalır axı onun üçün. Mən onu yenə nəsə eləyəcəm. Halbuki mən onu adaptasiya eləmək üçün yəni zaman ayırmışdım nə qədər. Bunun hamısı təzədən sıfırlanır. Bir də təzədən geri dönüş eləyirik, bir də təzədən sıfırdan əziyyət çəkirik və yenə uşağı əvvəlki dövrünə qaytarırıq. Ən yaxşısı digər salonu seçməyin. Valideynləri ən çox narahat edən mövzulardan biri də alətlərin təmizliyidir. Siz alətlərin steril olub olmadığını necə əmin edirsiniz ki, valideynlər həqiqətən də rahat olsun? Yəni valideynlər elə bilir ki, spirt vurdum, hə alətlər təmiz oldu. Yox, elə bir şey yoxdur. Bunun üçün xüsusi aparatlar var. Hər saç kəsimindən sonra aparatlar, qayçılar, daraqlar hamısı steril olur. Yəni spirt önəm daşımır orada. Spirt yəni gigiyenik vasitə ola bilər. Amma yəni bərbər üçün ən axırıncı yəni steril nəzərdə tutulur. O da ki, boş gedir. Bəzən mən görürəm spirti vurur, nəvim üstündən yandıranla yandırır. Hə, alov çıxdı, vəsiyo, mikrob öldü. Yox, elə bir şeylər yox. Yəni bunun üçün xüsusi aparatlar var, dərəcələri var. Onları eləmək mütləqdir. Neçə yaşa qədər uşaq qəbul edirsiniz? 13 yaşa qədər. 13 yaşdan sonra uşağın özü də gəlmək istəmir. Niyə? Çünki öz dostu olur, öz ətrafı olur. Deyir mən niyə uşaq bərbərinə gedim axı? Mən böyümüşəm. Yəni seçmir. Elə bir ab-hava yaranıb ki, əsəbləşib işi yarıda dayandırmısınız? Yox, əslində əsəbi işə qatmaq olmaz. Bu ümumi düzgün bir ifadə deyil mənim fikrimcə. Amma yenə də hələ bir hal baş verməyib şükür. Valideynlərdə ən sevmədiyiniz xüsusiyyət hansıdır? Uşağın yanında böyük bir kütlə ilə salona gəlmək. Ana, baba, xala, nənə, qohum əqrəbə. Ona görə sevmirəm o şeyi. Yəni ki, ana ata oldu bəs eləyir. O uşağın davranışına təsir edir çox adamın olması? Bəli, uşaq da görür ki, kütlə içindədir. Başlayır daha da ərköyünlü eləməyə. Baxır ki, nənəm burada nəsə eləsəm biri quzağına götürəcək falan. Belə bir şeylər olur. Ona görə ən yaxşısı sadə. 2 nəfər gəldi kifayətdir. Sizcə uşaqların nazını çəkmək üçün uşaq saç ustası ya uşaq psixoloqu bu sahədə hansı daha önəm kəsb edir? Ən birincisi uşaq psixoloqu olmalısan ki, onun nazını çəkəsən, onun qayğılarını göstərəsən. Sonra da ki, yəni şivin peşəkarı olaraq şivi yerinə yetirirsən. Təşəkkür. Təşəkkürlər.